Escherichia coli, Kolibakterioz coli cücələrdə necə yayılır və nə qədər təhlükəlidir? Video mətni bugünkü mövzumuz Escherichia coli, quşçuluqda adlandırılan kolibakterioz xəstəliyidir. Bu xəstəlik bakterial infeksiyadır və cücələri içdən içə zədələyə bilir. Normalda bağırsaqda az miqdarda olur, amma şərait pis olunca sürətlə çoxalır. Ən vacib məsələ bu xəstəlik keçiricidir. Necə keçir? Çirkli su və yem ilə, nem və dəyişdirilməyən altlıqla, sıx saxlanan cücələr arasında, pis havalandırma olan yerlərdə. Bakteriya sürətlə yayılır. Xəstəliyin ciddiyyəti, kolibakterioz təkcə bağırsaqda qalmır, qana keçərək qaraciyər, ağciyər və ürəyi zədələyə bilər septisemiya. Əlamətlər: halsızlıq, yem yeməmək, sulu və pis iyli nəcislər, dimdiyini açıb nəfəs alma, böyümənin dayanması və bəzən qəfil tələfat. Xəstəlik düşən kimi nə etməliyik? 1. Xəstə cücələri sağlamlardan ayırın, yayılmanın qarşısı alınır. Su qablarını yuyun, altlığı dəyişin, mühiti quru və təmiz saxlayın. Müalicə: kolibakterioz antibiotiklə sağalır. Ən çox istifadə olunanlar enrofloksasin, doksisiklin, oksitetrasiklin. Dərmanlar 3-5 gün içməli suya qatılaraq verilir. Dərmanla yanaşı vitamin və elektrolit verin. Unutmayın, əgər səbəbi aradan qaldırmasaq, çirkli su, nem altlıq, sıxlıq, bakteriya yenə qayıdacaq. Qısa desək, kolibakterioz keçici və ciddi xəstəlikdir. Vaxtında tədbir görülməsə sürüyə yayıla bilər və böyük zərər verir. Sizdə belə hal olub, şərhlərdə yazın, təcrübənizi paylaşın.